Livanlar əsl 12 imamı şiyələrdirlər. Əsl həqiqi Peyğəmbərin ardıcılları, Əhl-i Beyti sevənlərdirlər. Bunları müsəlman eləyən necə Yəmənləri ağamız Əmir əl-Müminin Əli ibn Əbi Talib əleyhissalam onlara müsəlman eləmişdi. Bunları müsəlman eləyən Peyğəmbərin qeyrətli sahabəsi sürgündə can verib, ad susuz dünyasını dəyişən, pula, vəzifəyə sınmayan, həbsə düşən, sürgündə dünyasını dəyişən Əbu Zərdir. Əvvəl Əbu Zəri tanıtdıraq. Əbu Zər Peyğəmbərin 4 xüsusi sahabələrindəndir ki, behişt onun arzulu ki, Əbu Zər gəlsin, behiştə qərar tutsun. Peyğəmbər buyurur ki, Əbu Zər biz Əhl-i Beytdəndir, əleyhissalam. Peyğəmbər buyurur, göy üzr istəyirəm, öz kölgəsinin altında, yer öz üstündə yetişdirdiyi insanların arasında ən düz danışan insan Əbu Zərdir. Əbu Zər Peyğəmbər buyurur, Əbu Zər bu ümmətdə, zahidlikdə, dünyanı tərk eləməkdə, dünyaya yox deməkdə İsa Peyğəmbərə oxşuyur. Peyğəmbər buyurur, Əbu Zər, sən behişt əhlindəsən. Niyə də sən behişt əhlindən olmayasan? Çünki məndən sonra səni Əhl-i Beyti sevdiyi öyrə, sənə cinayət açacaqlar, səni cinayətkar hesab edəcəklər və səni mənim hərəmimdən, bu Məkkə şəhərindən, bu Mədinədən qovacaqlar. Sən sürgündə olacaqsan, tək yaşayacaqsan, qərib olacaqsan və tək dünyavi dəyişəcəksən. Kimdir Əbu Zər? Əbu Zər, xanım Fatimə-i Zəhra salamullah vəsiyyəti ki vardı, mənə bu insanlar, bu xainlər, durub tamaşa eləyənlər, Peyğəmbərin vəsiyyətinə xəyanət edən, namaz qılmasınlar, mənim qəbrimin yeri məlum olmasın, çox nadir ədədlə sayılan insanlardandır ki, xanım Fatimə-i Zəhra salamullah cənazə namazında iştirak edib. Həzrət Əli hər adamı xəbərləmədi. Barmaq sayı qədər insanlar gəldi, Peyğəmbərin qızı, dünya xanımlarının ən üstün xanım Fatimə-i Zəhra cənazə namazı qıldı. Onlardan biri Əbu Zərdir. İmam Kazım əleyhissalam buyurur, qiyamət günündə Allah tərəfindən nida eləyib deyərlər, hardadır Peyğəmbərin həqiqi həvariləri, xüsusi səhabələri. Həvari kəlməsi xüsusi səhabələrə deyilir. Xüsusi adamlar. Bu zaman cəmaatın arasından 4 nəfər qalxar. Salman, Miqdad, Əbu Zər, üzr istəyirəm. Bu zaman cəmaatın arasından 3 dənə şəxs qalxar. Salmandır, Əbu Zərdir, Miqdaddır. Səbəb nədir? İmam buyurur ki, çünki o nida eləyən belə deyər. Onlar o sahabələrdir ki, Peyğəmbərdən sonra əhd peymanı sındırmadılar. Peyğəmbərə verdiyi sözün üstündə durdular. Nə demişdilər? Peyğəmbərin Əhl-i Beytini satmarıq. Peyğəmbərin Əhl-i Beytini tək qoymarıq. Əbu Zər eşitdi ki, 2-ci xəlifə qadağan eləyib. Peyğəmbərdən hədis danışmaq olmaz. Bir siyasət idi. Açıq danışaq. Təhqir eləmirik, olduğunu demək lazımdır. Bunun bir səbəbi buydu ki, Peyğəmbərdən sonra Əhl-i Beytin fəziləti deyilməsin. Əbu Zərə bu söz demək olar. Peyğəmbərdən söz danışmayaq, hədis deməyək, gəlirdi Kəbə evinin yanına, əlin qoyurdu Kəbə evinə. Deyirdi, and olsun bu Kəbənin Allahına. Eşidin bilir, məni tanıyan tanıyır, tanımayan bilsin Peyğəmbərin sahabası Əbu Zər mənəm. Peyğəmbərdən bu Kəbənin Allahına and olsun, bu qulaqlarımla eşitdim ki, Peyğəmbər buyurdu, Əli haqlandı, haqq da Əli iləndir. Kim dalca düşmüsünüz? Haqq bunlarla deyil, haqq Əli iləndir, əleyhissalam. Əbu Zər bu yolda həbsə düşdü. Gördülər, düzəlmədi. Onların dinləndisi islah olmadı. Sürgün elədilər. Osman 3-cü xəlifə onu sürgün elədi Şama. Şama gəldi, yenidə Muaviyyənin siyasətlərin ifşa elədi. Dedi ki, Şam cəmaatı bilin, haqq Peyğəmbərin Əhl-i Beyti iləndir. Bu Muaviyyə və onun nəsli Peyğəmbərin dini ilə lənətlənən insanlardılar. Bunlar rüşvətxordular. Bunlar beytülmalı yiyib dağıdırlar. Xalqın haqqını yiyirlər. Muaviyyə də onu sürgün elədi. Hara? Bu Livanda olan bir ərazi var, Cəbəl Amilə. O da orada, həmin Cəbəl Amin Livanın bir hissəsidir. Hizbullahın yerləşdiyi ərazilərdən biridir. Ən böyük dəstəyidir Hizbullaha verən şəhərlərdən biridir Livanda. Və orada Əbu Zər İslamı təbliğ elədi. Cəmaat müsəlman oldu. Əhl-i Beytin əleyhissalam haqq olduğunu cəmaata çatdırdı və o vaxtdan orada Şiəliyin kökü qoyuldu. Əhl-i Beyt imamlarımızı, 12 imamları qəbul edənlərin əsas köklərindən biri deyil, ora qayıdır. Əbu Zər qeyrətli kişi, özü kimi qeyrətli insanlar yetişdirdi. Əbu Zər haqqı deyən, özü kimi haqqı deyənlər yetişdirdi. Bunların başını qatmadı Peyğəmbərin bəzi sahabələri kimi, yeyin, üçün, hər şey yaxşıdır, behişdə sizi gözləyirlər. Yox. İndi orada ki, məscid də var, Əbu Zərin özü ilə bağlı olan məscidlərdəndir. Həmin ərazidə İmam Hüseyn əleyhissalamın bir qızının da bir tarix əsasən qəbri o da yerləşir. İslam dünyasının ən böyük alimləri oradan çıxıblar. Birinci şəhid adı ləqəbi olan, ikinci şəhid ləqəbi olan böyük alimlərimiz ki var, onlar həmin ərazidəndir. Şeyx Bəhai, Azərbaycanda yaxşı tanıdığınız, Gəncə şəhərində Şah Abbas məscidin mühəndisliyin eləyən o böyük alim, Məşəddə İmam Rıza əleyhissalamın mübarək mərqədində dəfn olunan Şeyx Bəhai özü
Livandandır, Cəbəl Amildəndir. O qədər qeyrətlidirlər ki, onların döyüşdə şüarı bu olub. Əhl-i Beyt yolunda həmişə döyüşüblər və şüarları qədimdən bu olub. Əli əleyhissalamın yolunda öl, amma Əlinin məhəbbətini əldən vermə. Onların döyüşdə şüarı bu olub. Bu günləri dünyanın gözünün qarşısında Fələstində qətliam olunur. Körpə balalar tikə-tikə doğranır. Amma bütün dünya durub tamaşa edir. Xüsusən də müsəlman və ərəb ölkələri durub dünyanın gözünün qarşısında, günün günorta çağında körpə balaların ölümünə tamaşa edirlər. Amma buna susmayan qeyrətli kişilər də var. Qeyrətli müsəlmanlar da var. Və onların arasında Hizbullah da var. Kimdir Hizbullah? Kimdir Livanlılar? Livan bir ölkədir. Livanın daxilində olan şiyələrin bir təşkilatı adı Hizbullahdır. Nədir Hizbullah? Hizbullah Qur'an-ı Kərimin Maidə surəsinin 56-cı ayəsində Allahın bizə qələbə vədəsi verdiyi, onlar qalibdir dediyi bir dəstədir. Bəli, Əbu Zərin əli ilə sürgündə olarkən müsəlman olan, Əhl-i Beytin məhəbbətini qazanan, imamət və vilayət yolunda canından keçən kişilərdir Livanlılar, Hizbullah. Necə ki, Əbu Zər Allah yolunda həmişə məzlumların yanında oldu, zalimların qabağında durdu, onun əli ilə müsəlman olan və həqiqi Əhl-i Beyt məhəbbətini qazanan Livanlılar da, Hizbullah da bu günləri zalimin, uşaq qatili İsrailin qabağında durur. Onların da torpağı vaxtilə işğal olunmuşdu. Bəli, amma heç kəs, bütün dövlətlər, hətta Livan dövləti belə İsraillə bacarmırdı. Sonda əlinə silah alan, öz torpağını işğaldan azad eləyən Livanın içərisində olan o şiə qardaşlarımızdır. Bəli, sonuncu dəfə 2006-cı ildə 33 günlük müharibədə ərəb ölkələrinin bacarmadığı ilk qələbəni Hizbullah İsrailin üzərində qazanmışdır. Bəli, gedin soruşun, bütün dünya bunu bilir. Hətta Yahudilər, İsrail belə etiraf edir ki, bütün ərəbləri məğlub edən İsrail, Misri, Suriyanı, Yordaniyanı, Livanı, Fələstini, bir neçə ərəb ölkəsi yığışmışdılar, onlar ondan bacarmadılar. Amma yeganə Beyrut, Livanın içərisində olan bir təşkilat, adı Allahın dəstəsi olan həmin o dəstə Hizbullah, öz torpağını işğaldan azad elədi və ilk dəfə İsraili məğlub elədi. Kimdir Hizbullah? Kimdir Seyyid Həsən Nəsrullah ki, çox təəssüf olsun, İsrail uşaq qatili və onun əlaltıları onları bizə düşmən tanıtdırır bəziləri. Öz torpağını işğaldan azad eləyən, Suriyada işid qan tökəndə, vəhşi uşaq başı kəsəndə, həmin o zamanlarda ilk Suriyalıların köməyinə gedən və canını bu yolda əsirgəməyən, minlərlə şəhid verən qeyrətli kişilərdir Hizbullah. Bəli, işid təkcə Suriya ilə kifayətlənməyəcəkdi. Bütün dünyanı, xüsusilə müsəlman ölkələrini özünə məşğulləmişdi. Bu yolda zəhmət çəkən ölkələrdən biri də Hizbullah və Livan. Kimdir Hizbullah? Bugün də Fələstində Həmasa dəstək verən, Fələstinlərə dəstək verən və 70-dən çox şəhid verən müsəlman qardaşlarımızdır. Kimdir Hizbullahın rəhbəri, Seyyid Peyğəmbər balası Seyyid Həsən Nəsrullah? Cavan yaşlarından siyasətdə olan, cavan yaşlarından canını, malını, ailəsini bu yolda qoyan qeyrətli kişidir Seyyid Həsən Nəsrullah. Kimdir Seyyid Həsən Nəsrullah? Bu yolda 18 yaşlı öz oğlunu şəhid verən kişidir Seyyid Həsən Nəsrullah. Oğlu şəhid düşəndən sonra, İsrail onun oğlunun cəsədini ələ keçirəndən sonra şərt kəsib alıver eləmək istəyir ki, istəyirsənsə oğlunun cənazəsini gərək bizim şərtlərimizi qəbul edəsən. Cavabında digər şəhidlər necə, cəmaatın övladları necə, mənim də oğlum belə deyən kişidir Seyyid Həsən Nəsrullah. Oğlunun cənazəsini geriyə almayan, həvəslə bütün dünyanın gözünün qabağında başını dik tutan, həmin gün dəvət olunduğu məclisə gedib vicdanım rahatdır deyən, biz övladlarımızı arxa yox, ön cəbhəyə göndərdik deyən kişidir Seyyid Həsən Nəsrullah. Onların şəhadəti bizim başımızı ucaldan bir fərəh hissi ilə danışan kişidir Seyyid Həsən Nəsrullah. Bir ildən sonra oğlunun cənazəsi qaytarılır. Bir ildən sonra. Oğlunun şəhadət xəbərini eşidəndə dəstəmaz alıb 2 rükət namaz qılan, Allaha şükr edən, Allah məni də, mənim ailəmi də şəhid ailəsi qərar verdi deyən kişidir Seyyid Həsən Nəsrullah. Cəmaata övladlarınızı göndərin cəbhəyə, övladınızı göndərin mübarizəyə deyəndə, öz oğlunu da deyir, mən mübarizəyə göndərmişdim, vicdanım rahat idi, cəmaata dediyimə özüm də əməl edirdim deyə vicdanım rahat idi deyən kişidir Seyyid Həsən Nəsrullah. Bir var rəhbərlər var, danışırlar, öz övladlarını gizlədirlər müharibə vaxtı, amma öz övladını ön cəbhəyə göndərən,
cənazəsini bir il